Riyadda baş tutan 12 saatlıq Rusiya-ABŞ danışıqlarının bəzi təfərrüatları məlum olub. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov danışıqlarda ilk növbədə Qara Dənizdə təhlükəsiz gəmiçilik məsələlərinin müzakirə olunduğunu açıqlayıb. O, Rusiyanın Qara Dəniz təşəbbüsünün hamı üçün daha məqbul formada bərpa olunmasının tərəfdarı olduğunu və bu təşəbbüsü bərpa edərkən Moskvanın dəqiq zəmanətlər tələb etdiyini söyləyib. Riyad danışıqlarının nəticələri ictimaiyyətdən niyə gizlədilir? Danışıqların yekununda birgə bəyanat niyə imzalanmayıb? Bu suallara Rusiyadakı müxbirimiz Fərid Əkbərov cavab tapmağa çalışıb. Riyadda 12 saat davam edən Rusiya-Amerika Birləşmiş Ştatları danışıqlarının nəticələri ictimaiyyətdən niyə gizlədilir? Martın 24-də gecə saatlarında bitən danışıqların yekunu ilə bağlı martın 25-də səhər Rusiya Xarici İşlər Nazirliyinin bəyanat yayacağı bildirilsə də, Smolensk meydanı Riyaddakı danışıqlar barədə susmağa qərar verib. Günorta saatlarında Kremlin sözcüsü Dmitri Peskov Riyaddakı danışıqların məzmununun açıqlanmayacağını, çünki bunların texniki məsləhətləşmələr olduğunu bəyan edib. Onun sözlərinə görə danışıqların nəticələri barədə Moskva və Vaşinqtona məruzələr edilib və hazırda bu nəticələr təhlil edilir. Kreml rəsmisinin məlum bəyanatından təxminən saat yarım sonra Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Riyad danışıqlarının məzmunu barədə açıqlama verib. O danışıqlarda ilk növbədə Qara Dənizdə təhlükəsiz gəmiçilik məsələlərinin müzakirə olunduğunu açıqlayıb. Biz Qara Dəniz təşəbbüsünün hamı üçün daha məqbul formada bərpa olunmasının tərəfdarıyıq. Bu məsələ Riyadda aparılan danışıqlarda prioritet məsələ kimi müzakirə olunub. Bizim mövqeyimiz sadədir. Biz Zelenskinin sözünə inana bilmərik. Lavrov Rusiyanın Qara Dəniz təşəbbüsünü bərpa edərkən dəqiq zəmanətlərə ehtiyacı olacağını, bu zəmanətlərin yalnız Vaşinqtondan Zelenskiyə verilən əmrin nəticəsi ola biləcəyini söyləyib. Rusiyada hesab edirlər ki, Riyad danışıqlarının nəticələrinin gizlədilməsinin bir neçə versiyası ola bilər. Bunlar danışıqlarda heç bir razılaşmanın əldə olunmaması, Rusiyanın Ukrayna hakimiyyəti üçün məqbul sayılmayan razılaşmaya nail olması, Amerikalıların Kiyev təmsilçilərini həmin razılaşma ilə bağlı razılığa gətirməyə çalışması, əldə olunan razılaşmaların ali siyasi rəhbərliyin, yəni Putin və Trumpın təsdiqini tələb etməsi versiyalarıdır. Rusiya ABŞ məsləhətləşmə prosesinin təfərrüatları az olsa da, bu təmaslardan konkret nəticə çıxarmaq mümkündür. Birincisi anlaşılandır ki, Moskva və Vaşinqton arasında dialoq qurulub. 12 saat davam edən texniki məsləhətləşmələr yaxşı nəticədir. O ki, qaldı danışıqların məzmumuna, tərəflər bunu ilk növbədə yeni Qara Dəniz təşəbbüsü ilə bağlı olduğunu bildirirlər. Bu Qara Dənizdə atəşkəs deməkdir. Bu, enerji obyektlərinə zərbələrin endirilməməsi ilə bağlı əldə olunan razılaşmadan sonra ikinci razılaşmadır. Düşünürəm ki, hazırda atəşkəsin ikinci fazası Qara Dənizdə maneəsiz ticarətin aparılması müzakirə olunur. Görürük ki, danışıqlar uzun gedir. Bu isə o deməkdir ki, müzakirə etməyə nəsə var. Biz danışıqların olduqca mürəkkəb keçdiyini görürük. Bu gözlənilən idi. Heç kəs deyə bilməzdi ki, biz asan yoldayıq. 12 saatlıq danışıqların yekununda bəyanat imzalanmadı. Bu, onu göstərir ki, danışıqlarda həqiqətən də texniki məsələlər müzakirə olunur və bu məsələlər çox mürəkkəbdir. Düşünürəm ki, indiki məqamda yekun nəticə əldə etməmiş danışıqların gedişatının ictimaiyyətə açıqlanmasının mənası yoxdur. Danışıqlar çox konstruktiv keçib. Tərəflər bir-birini dinləyiblər, qarşılıqlı olaraq argumentlər səsləndirilib. Yəqin ki, işin davam etdirilməsi qərarı alınıb. Görünür ki, əldə olunan nəticə hazırda Ağ Evdə və Kremldə razılaşdırılır. Mümkündür ki, bundan sonra da Putin ilə Trump arasında telefon danışığı olsun. Moskva Riyad görüşünün yekunları ilə bağlı birgə bəyanatın qəbul olunmamasında Kiyevi günahlandırıb. Rusiya Federasiyası Şurasının Müdafiə Komitəsinin sədr müavini Vladimir Chizhov Amerika Birləşmiş Ştatları Rusiya danışıqlarının yekunu üzrə birgə bəyanatın Ukraynanın mövqeyi səbəbindən qəbul edilmədiyini açıqlayıb. Fərid Əkbərov, İTV Xəbər, Moskva.